Qadın oturur yataq otağına lüt 10 dənə kişiyə internetindən özünün reportajı. Axı kəbin özü müqavilədir. Ərlə arvad arasında müqavilədir. Müqavilə bilirsiniz nə tərəfdir? İki tərəfli. Mən o vaxta qədər səninlə ər ola bilərəm ki, sən də o vaxta qədər məndən arvad kimi öhdələri yerinə yetirəsən. Qadının funksiyaları var. 4 dənə funksiyası var. Nənə funksiyası var, ana funksiyası var, bacı funksiyası var, arvad funksiyası var. Bu funksiyalardan doğan hüquqları və öhdəlikləri var. Sən bu öhdəlikləri yerinə yetirə bilməzsən, onda bu hüquqlardan istifadə edə bilməzsən. Hüquq elə yalnız test deyil, qadın hüququ. Bəs qadın öhdəlikləri? Siz niyə qadın öhdəliklərdən danışmırsınız? Azərbaycan cəmiyyəti dağılır. Qadın cəmiyyətin əsasıdır. Ailənin əsası qadındır. Qadın istəyər ailə axıra qədər durar. Qadın istəyər dərhal dağılar. Məsələn, qadına deyirsən ki, sən niyə özü belə yaparsın? Dərhal gedə boşanma. Niyə? O alternativi var da bir dənə. Bunun üçün fərqi və başqa qadınlar kimi azad yaşamaq. Bu Azərbaycan cəmiyyətini dağıda bilər. Yəni siz boşanmaların əleyhinəsiz? Mən yox, anam bacım, əgər biz müsəlmanıqsa, təbii ki müsəlmanıq. İslam dini əxlaqsızlıq istisna olmaqla qadının boşanmasını zina hesab edir. İsa Peyğəmbər İncildə deyir ki, bir qadını boşamaq zinadır, həmin boşanmış qadınla evlənən insanda zina eləyir. Çünki boşanma, qadın əgər bilir ki, boşanan kimi 50 dən müştərisi var, başqa ərə gedəcək. O bir ərdə dayanması gündə birini dəyişər. Ona görə İsa Peyğəmbər deyir ki, boşanmış qadını almağın özü zinadır. Qadını boşanmaq deyirsən. 2000 il əvvəllik. Nə olub 2000 əvvəl Arximet qanununa sən əməl eləyirsən, deyirsən ki, Arximet qanunu orta məhdədə keçirsən, bu da əxlaqdır da. Əxlaqla elmin fərqi nədir ki, əxlaq bir dəqiqə, icazə ver də, sən mənə sor. Əxlaq, təbiət qanunun sosial qanun kimi təzahürü deməkdir.